değerli tamaşaçılar, edin, xoş gəlmişsiniz. Səfalar gətirmişsiniz hər biriniz ayrı-ayrılıqda və bugün də çox maraqlı olacaq. Çünki çox maraqlı da qonaqlarımız var. Təbii ki, mən Mikail'lə Kanal S-in efirində görürsünüzsə, əlbəttə ki, bu deməkdir ki, 5 gün Mikail'la şousu başladı. Elə ötən həftədən etibarən tamaşaçılarımız da bilirlər ki, eyni zamanda həftə içi 5 gün Kanal S-də, həftə sonları, şənbə və bazar günlərdə ARB televiziyasından mən Mikail sizləri salamlayıram artıq. Odur ki, hər şey gözəldir, hər şey yaxşıdır, elə yaxşı da başlamışıq. Bir xanım gəlib və bu günləri də, düzdür, mənə bir xatırlatma elədi ki, dedi, zamanında, vaxtında biz bərabər şəkildə el şənliğində olmuşuq. İlham Xan Hüseynoğlu'nu ekran vasitəsilə salamlayırıq və əyləşmə orada, oradan baxıb mənə gülmə. Gəl, qarşılayan bir gözəl ifa ilə, bəli, Ruhəngiz xanım xoş gəlib, səfalar gətirib. Bir müzəkləndirək. Xoş gəldin, səfalar gətirdin. Sənin yaxa mikrofonun yoxdur. Odur ki, bax bu süngərli mikrofonların biri ilə salamla tamaşaçılarımızı. Təşəkkür edirəm sizə. Hər vaxtınız xeyir olsun. Ekran arxasından məni izləyən hər tamaşaçını salamlayıram. Hər kəsin günü aydın olsun. Təşəkkür edirəm sizə dəvətiniz üçün. Bəli, biz vaxtında, zamanında toylarda bir yerdə olmuşuq. Bilmədim, məni indi tanıdınız yoxsa yox? İndi tanıdım. Amma bir balaca dəyişiklik olub, yaxşı mənada. Ola bilər. Azərbaycanda deyildim mən, 10 ilə yaxın idi, təzə gəlmişəm. Haradaydın? Ya yaşlaşmışam, ya belə bilmirəm onu. Rusiyadaydım, Rusiyada yaşayırdım. Rusiyada yaşayırdın, ailəlikcə oradaydın. Bəli, Tümen şəhərində. Amma xoş gəlmişsən. Çox sağ olun. Səfalar gətirmişsən. Təşəkkür Bir edirəm. qonağımız da var ki, mən istəyirəm o qonağımız mahnısı ilə gəlsin. Mən onun xətrini çox istəyirəm. İllərimin dostudur və o da bilsin ki, yəqin ki, eşidir, kulisdən məni eşidir. Rüfət, həm Kanal S-də, həm də ARB televiziyasında mənim qonağım olacaqsan. Necə ki, şənbə və bazar günləri də səni mütləq dəvət edəcəm. Gəl mahnından, xoş gəlmişsən, səfalar gətirmişsən.
Mənim dəyərli dostum. Xoş gördük. Səfalar gətirdin. Sağ olasın. Tamaşaçılara salamlayıram. Yeni musiqicilər heyətin. Salamlayıram dostları. Xanım salamlayıram və nəhayət sən qardaşımı da təbrik edirəm. Gördüm təzə efirdir. Əla. Bəxtimizdən Xoşqədəm xanım da bizim əzizimizdir. Bəli, ekran vasitəsilə salamlayıram Xoşqədəm xanımı. Zaten Kanal S və Ayrı televiziyası bir televiziyadır. Bilirəm. Ancaq ki, Kanal S-də də Ayrı televiziyasında da çox aparıcı var səndən başqa. Lakin sənə məsləhət görüblərsə. Var olsunlar. Bu sənin uğurundur, etimaddır. Yəqin ki, etimadı doğruldarsın inşallah. Mən inanıram ona. Sən ki məni tanıyırsan. Əlbəttə. İllərin Mikailısınsan. Təbrik edirəm səni. Təşəkkürlər. Tanımaq deyəndə az sonra tanımaqla bağlı bir neçə sualım olacaq. Həqiqətən çünki bir neçə gün bundan öncə də görmüşdüm. Mən belə deyək, bir neçə ay bundan qabaq da sezmişdim o tanımaq məsələsini. İndi açıqlama verəcəm, amma istəyirəm ki, açıqlama vermədən öncə, çünki vurğuladı ki, Rusiyadaydı Rəngiz xanım, düz 10 il oradaydı, bir ara vermişdi. Amma bugün bu qərara gəlib ki, elə Mikailin verişindən başlasın. Zaten illərin verib bu sənətdə. Mahnıları var. İstəyirəm ki, o mahnıların biri ilə də davam eləyək, daha sonra söhbətə davam edəcəyik. Buyur əzizim tam mərkəzə, bir daha xoş gəlmisən, gözüm üstə yeriniz var. Buyur əzizim. Bəli, qısa reklam fasiləsinə ayrılanda bir gözəl mahnı ilə keçid aldıq. Rəngiz xanımın gedərəm, bəlkə də elə o sözlər elə ünvanlı olub, 10 il gedib gəlməyib. Hə? Yox, gedib, dedi gedib. Baxım görüm, çalışır mikro, çalışır. Hə, bu sözlər nə sözlər idi Rəngiz? Bu arada deyim ki, rəqs eləyə gələn Gülzarımız xoş gəldi. Mən Gülzarın xətrini həqiqətən çox istəyirəm. O yüksək mədəniyyətə görə. Çünki verilişə gələn adamlar baxırsan da, amma o xanımlıq, xatımlıq, özünə aparma qabiliyyəti, ona görə mən xüsusi ona hörmətim var. Xoş gəlmisən, səfalar gətirmisən. Hə, salamlayacaqsan tamaşaçıları, amma o sözləri deyin, o ünvanlı idi. Yox, məncə yox.
Çünki sözlər yaman Gedən belə gedir, qayıtmır. Yox. həyatınızda olub gedənlər və yaxud da siz yola salmısınız. Mənim həyatımda mənim üçün bir dənə ideal mənim övladımdır. Başqa heç kim hara gedir, nə edir özü bilər. Mənim üçün bir dənə övladım bəs. Allah var eləsin. Özdə bu yaxınlarda inşallah toyu da olacaq. Bəli, inşallah. Aparsudakı Surxayzadə. İnşallah. Bəli. Bir aylı oradadır o heç. İnşallah. İnşallah. Belə deyək də, Allah bütün balaları saxlasın, bütün balaları valideynlərin gözündə çıraq eləsin. Hər kəs üçün önəmlidir. Və mən də arzu edirəm ki, olmayanlara qismət olsun və eyni zamanda da yararlı evladlar olsunlar, olanda da valideynin üzünü güldürsünlər. Vallahi ətrafımda o qədər belə deyə valideynlər var ki, hətta evladları onlara, məsələn, hətta dostlarım falan deyil, yəni eşidirəm, bilirəm ki, valideynə əl qaldırmaq və yaxud da, yəni, əlbəttə ki, o şükranlıq hissləri ilə deyirik ki, Allah bütün balalar saxlasın, amma elə evladlar da var da, o kobud səslənəcək söyləməyimlə, bildiyimə görə deyirəm, elə evladın olmasındansa, olmaması vallahi yaxşıdır ki, valideyn üzü qara olur, onlara görə. Çox razıyam, çox övladım. Bilirəm, məlumatım var da. Gülzar, xoş gəlmirsən. Teşekkür ederim. Güzar tələm-tələsiz gəlir ki, vay gecikmişəm. Gecikmişəm, amma ya. öldürəcəyim. Səsin gəlir, narahat olma. Hər şey yaxşıdır bilirəm. Allah gözəl. İşlərindəki, sən ümumiyyətlə belə deyək də, dincəlmirsən, ha. Toylardan sonra nə vaxt sən gelirsən Gülzara səs yazma studiyasında, maşallahın var. Şükür, şükür. Gözləməsin. Gözləyməz. Yox, valla məndə o göz yoxdur. Elə göz yoxdur zaten. Amma belə deyək də. Çox dincəldik də, deyirəm, bəlkə başlayaq artıq. Mənə elə gəlir ki, meydanı boş buraxmaq olmaz. Bəli. Biz səninlə telefon danışığında da bu məsələyə toxunmuşuq ki, belə deyək, zamanında, vaxtında, meydanda olub, sonradan geriyə çəkilmək olmaz. Məndə oldu da, bir balaca özümdə də səhlənkarlıq oldu, amma artıq istəyirəm. Lazımdır. Məclislər lazım, çox lazımdır. Lazımdır. Çünki çəkildik, meydanı verdik, nə bilim, lazım deyil. Uşaq, ha? Uşaqlara verdik, bəsdir artıq. Bəsdir, yetərlidir. Neçə ildir fəaliyyətdəsən? 15. 15 ildir. Zaten el şənliklərində falan görürük. Və bir şey də deyim, mən bayaq Rüfətə dedim ki, o tanımamaq falan, biraz yarı zarafat belə. Rüfət qəribə deyə, vaxtında əl tutduğun, lap efir, mən aparıcı kimi deyirəm ki, digər verilişlərə çıxa bilməyən insanlara bir qapı açırsan və sonra gedirsən bir tədbirdə, el şənliyində görürsən həmin adamları. O adamlar adama salam vermək istəmir. Ona görə bu meyxanada da var. Sonradan görənlər. Bir dənə söz var, deyir ki, oruç tutduğun adamlarla bayram eləyəsən. Gəlib bir yerdə çətinliyi gördüyün adamlar ki, kim ki yanında olub, yaxşı günündə də onlarla olasan. Onlarla yiyib içəsən, deyib güləsən, həyatını yaşayasan. Yoxsa ki, insan unutqandır da mənim özüm. Adam var, atasını, anasını unutur, övladını unutur, qardaş bacısını unutur. Sən məni niyə unutmasın ki? Bizim insanlardan gözləntilərimiz çoxdur deyə. Halbuki insan, ilk insanlardan bu insanlardan nə gözləmək olar? İnsanlardan vəfa gözləmək olar. Ta ilk şairlərdən belə deyir ki, qədim Şumerlərdə yazılıb ki, indiki nəsil tamam başqa cürdür. Şumerlərdən, Şumer tayfasından. İndiki nəsil, daş kitabələrdə yazılıb ki, indiki nəsil tamam başqa. Deməli, orada da var da. Vəfasızlıq Füzuli də yazıb, Nizami də vəfasızlıqdan yazıb, Seyid Əzim də yazıb, müasir klassiklər də yazıb, sonra müasir modern şairlər də yazıb, biz də yazırıq, bizdən sonra da yazırıq. Bəli, çağdaş dövrümüzdə də var. Həmişə bu olub. Bu olacaq, amma Mərdimazardan uzaq olar. Bir gözəl ifanı dinləyəcəyik, təbii ki, Gülzar Bədirxanovadan səslənəcək, dinləyəcəyik. Digər mikrofonu götür, çünki o danışmaq üçündür. Buyur əzizim, tam mərkəzə.
Gece gündüz intizardan üzülen, gözü yaşla dolan var. Gedişinle yüreğimi kopardın, axı sen ürəyimsən. Senin yokluğuna dözə bilmirəm, özün necə dözürsən. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Hali hayrı salıbdır səni məndən, daha yoxdur qərarım. Əlim uzaq düşübdür əllərindən, sənsiz mən necə qalım. Gözüm yol gözləyir hər yerdə səni, qurtarmır intizarım. Salıbsan dərdlərə bir vəfa məni, gəl gör nə gündə halım. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Gəzib şəhri dolanam, səni yadıma salam, sənin ətrini yarım, qızıl güllərdən allam. Əla, bu ekskluziv idi, yoxsa deyirəm axı eşitmişəm bu mahnını. Amma yeni mahnılarım var da, o yeni mahnılarından. Buyur əyləş. Bu mahnının sözləri də maraqlıdır. Adətən belə deyək də, sevdiyin adama, belə deyək, həvəs göstərdiyin adama öncə bu sözləri deyirsən. Deyirsən ki, sənin başına dolanaram, sənə güllər, hə Meydan müəllim, güllər təqdim eləyərəm. O qədər olur ki, belə deyə öz istəyimi bildirirsən, amma sonra uman yerdən küsürlər. Adam uman yerdən küsür, özü də bir dəfəlik küsür və bir daha o qapını açmır. Bağlayır, çıxır, gedir, başqa qapılar açılır adamlara. 1, 2, 3, o qədər qapılar var ki. Amma bizim qapımız qonaqlarımız üçün açıqdır. Gözümüz üstə yeriniz var və mən sevə-sevə dəvət eləyəcəm. Adını da əbəs yerə vurğulamadım. Meydan Əsgərov bizlərlə bərabərdir. Bir musiqi ilə dəvət edək. Meydan müəllim, xoş gəlmişsiniz. Səfa gətirmişsiniz. Tamaşaçılara da salam deyirəm, Elvin də salam deyirəm hələ. Hər kəsi, kollektivimizə. Yox, sən Elvini də, o Elvini də. 2 Elvinimiz var. Amma bir cananımız var ki, çayla gəlib. Çayla gələ-gələ elə mahnını da səsləndir. Canan mahnısını səsləndirək, çayla gəlsin. Xoş gəlib. Canan Çaylı. Gəl. Mən inanmadım ki, qapınızda vağzalı çalsın, bəxt üzüyünü barmağına gəlib ayrısı salsın. Yoxsansa əgər sənli olanlar niyə qalsın? Silmişəm bütün şəkillərini, incimədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki.
Adı gözlərdə təmiz qurutdum artıq. Səndən özümü bir dəfəli soyutdum artıq. Heç adın da düşmür yadıma, unuttum artıq. Yaddan çıxacaqsan bilirəm, gözləmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Düşmənimin etmədiyini sən etdin, sənə əhsən. Səhv addım atıb səhv yola getdin necə birdən. Gəl sual vermə bir də mənə, neynəmişəm mən. Bir otur sual versən özvə, neynəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Vardır xəbərim yanına qayıtmaq, amma gəl ki. Yox dedi olmaz, ürəyim unutdu çünki. Qaldım 5 il əvvəldə mən o, mən deyiləm ki. Çox dəyişilib bu canan, deyil həmin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Ayrılmalıyıq, qutardı hər şey demədin ki. Xoşbəxt olacaqdıq, sən özün istəmədin ki. Bəli, Cananımızın gözəl bir ifası, gözəl Xoş bir mahnı. gördük, xoş Artıq gördük. dillərdədir ya o mahnı. Xoş gəlmisən. Xoş gördük. Mən də salamlayıram dəyərli izləyicilərimizi, müğənnilərimizi, dəyərli musiqiçilərimizi və səni. Aramıza girmişdilər bizim, axır ki birləşdik. Sazla, sözlə. Sazla, sözlə. Göyçə alçasız adı gətirməliydin, gətirmədin. Gətirəcəm. İnşallah ki, gətirərsən. Darıxma da. Bəli. Davam edəcəyik. Qonaqlarımızın hər biri xoş gəlib, səfa gətirib. Reklamlara keçid alacaq, amma vəd verərək. Çünki reklamlardan dərhal sonra həm deyəcəklərimiz var, həm də Meydan müəllimi gözəl ifası olacaq. Benim adım eşk, sevgimden doydum. Benim adım eşk, bu adı sen koydun. Benim adım eşk, sevgimden doydum. Benim adım eşk, bu adı sen koydun. Kainat eşkine yaranıp tamam. Eşkinen hey gezip dolanmısan sen. Unutma sen bana koyduğun adı. Eşkemse benim sün yaranmısan sen. Ey o yağmur öyadan, o yanagahı. Ne eşk ateşiyen, ne eşk özüyen. Düştüğüm sevdadan habersiz olma. Senin sünel çatmaz eşkin özüyen. Benim adım eşk, sevgimden doydum. Benim adım eşk, bu adı sen koydun. Benim adım eşk,
sevgi dünyama qədəm qoymusan, səndən səni alam mənəm mən. Eşkin çöllərində düşüb qalmısan, səni o çöllərə salam mənəm mən. Ey oyan bu rüyadan, oyan mənim o, nə eşq ateşiyəm, nə eşq gözüyəm. Düşdüyüm sevdadan xəbərsiz olma, sənin üçün el çatmaz eşqin özüyəm. Mənim adım eşq, sevgimdən doydum. Mənim adım eşq, bu adı sən qoydun. Mənim adım eşq, sevgimdən doydum. Mənim adım eşq, bu adı sən qoydun. Mənim adım eşq, sevgimdən doydum. Mənim adım eşq, bu adı sən qoydun. Mənim adım eşq, sevgimdən doydum. Mənim adım eşq, bu adı sən qoydun. Mənim adım eşq, Eşq gözəl bir avazla səsləndi. Gözəl bir mahnıdır zaten və belə deyə bütün mahnılar gözəldir. Onu təqdim etmək var. Təbii ki, Meydan Əsgərovun dillərdə əzbər mahnıları, istər el şənliklərində, tədbirlərdə bu da bir gözəllikdir. Xüsusi bir ahəng oldu. Davam edirik və bu davam edərkən bir məsələyə qayıtmaq istəyirəm ki, o tanımamaq falanlara. Artıq bir neçə vaxtdır ki, Rüfət, meyxanaçılar arasında da bəyənməzlik var bir-birini. Mənə yaraşmaz durum kimi, amma sənsiz də mən onsuz da cavab vermişəm ki, çox maraqlı deyir, dəvət edirsən, deyir ki, sən yox, məni dəvət eləmə, dəfələrlə sən Rüfəti dəvət eləmişsən, mən istəyirəm ki, mən öz komandamla gəlim. Bu nə qruplaşmadır, ümumiyyətlə, komanda nə deməkdir, qruplaşmaq nə deməkdir? Bəs el şənliklərində bərabər meyxana deyirsiniz də siz onsuz da. Dünən bu vardı, biraz danışdıq. Yox, düz eşitməmişəm. Ümumiyyətlə, incəsənət aləmində bədbəxtçilik odur ki, rəqabət yoxdur, ədavət var. Ona görə də bu sənət get-gedə tənəzzülə uğrayır da. Söhbət meyxanaçılardan gedir. Meyxanaçılardan da, elə meyxanada da var da, hər yerdə var və aktyorlarda da var. Yox, bir də axı meyxanaçılarda yox idi axı, əvvəl əzəldən olmayıb axı. Hər harada ki, ora korlanır da, mütləq korlanır. Pul çıxandan sonra... Niyə əvvəl də meyxanada yaxşı pul olub da, gediblər, onun şamaşı var, falanı var. İndi bax, stəkan mənimdir, qənd mənimdir, sintezator da mənim olsun, divan da mənim olsun, televizor da mənim olsun. Bu hamımıza çatacaq da. Amma əvvəl elə yox idi də, elə deyil. Əvvəl telefon yox idi, əvvəl. Mən danışırdım, Rüfət danışırdı ki, bu günləri Əzbəyovda, məsələn də, Şadlıq evin adında, Əzbəyovda toydayıq. Mən, Canan, Meydan, mən. Getdik oranı yola verdik. Mənə də çıxanda, bir başqası çıxanda, deyirdim ki, qardaş, mən zanitəm bugün. Zanitəm, çıxdım Mikayla. Məşğul sənə. Məşğulam, çıxdım Mikayla. Mikayla 3 nəfər, 4 nəfər götürdü, getdi. Sonra 3-cü adam Mikayla çıxanda, Azərbaycanda da ölkədə toy çox, əhali çox, meyxanaya meyilli olanlar çox. Mikayla, mən məşğulam, Mikayla çıxdı o qardaşa. Onu hamı çörək bərabər surətdə paylanırdı. Hamı geydi, gündəlik qazanacaq. İndi yenə deyirəm, belə olur. Deyir ki, saat 9-da buradan çıxıb gələcək ora. Ay, nə məcburdur. Bir dənə getdin, bir dənə evvə roza apardın. Həm bunun məclisini zay edirsən, həm də geysən olma. Buna da gecikirsən, ya tələsirsən, ya yola verirsən. Sonra da geysən ona da gecikirsən. Onda qonaqlığa gedir. Bu söhbətə görə ünsiyyətin korlandığın adamlar var meyxanaçılardan.
Mən bu məsələyə görə əlbəttə var. Belə şey olmaz. Bir çörəyin oldu. İndi elə biz normal qiymətə gedirik ki, o qazanc başqa bir sənətin nümayəndəsinin, məsələn, mühafizəçinin bir aylıq maaşıdır. Məsələn, bir fəhlənin bir aylıq maaşıdır. Bizim belə olur ki, bir günlük qazancımız hansısa bir başqa bir sahədə, bir həkimin bir aylıq qazancıdır. Halaldır sənə. Mən onu dəfələrlə demişəm ki, öz yoldaşlarıma da mənlə bərabər gedən toylara ki, şükür eləyin ki, yəni bizim olur da ki, kimsə gəlir, bir hörmət eləyir falan. Düzdür, biz indi sənət aləminin o məsrəflər var ki, xərclər var ki. Bilirəm, yox, o həmişə də olmur. İndi gəldik, bu bəllidir. Olur məməzdim, bizim geyimiz, keçimimiz, həm də bizdən uman da çoxdur məməzdim. Kim zəng eləyir öz mühafizəsi qovumuna, ya aptekdə satıcı işləyən qovumuna deyir ki, mənə borc pul ver. O da deyir ki, yoxumdur, vəsə, bitdi, söhbət bağlandı. Ancaq mən ona deyim, yoxumdur, zəyəndə yox deyir. Bilirsən ki, var, amma vermir. Həqiqətən də, yəni görürsən ki, bildim, başa düşdüm. Amma istəyirəm ki, bir məsələyə də toxum. Mən bayaq o 10 il söhbətini, Rəngiz, əvəz yerə söyləmədim, o 10 il söhbətini. Səbəb bilirəm, nə oldu sənin getməyinin səbəb. Və səni də yaman sıxışdırdılar, mane oldular. Hətta elə olub ki, efirlərə, belə deyək də, yol açmaq istəmirsən, o müğənnilər ki var, sənə mane oldular. Olub, hə. Nə bilim, oldu da. Sən başqa səbəb deyirsən, mən səbəbi bilirəm axı. Səbəbi bilirsən, onu da saxlar. Mən danışmaq istəmirəm. O insan haqqında başqa danışmaq istəmirəm. O insan haqqında heç... Yox, o insanı... İrəliləmək yox, o məni əksinə geri atdı. Çox gerilədi. Hər bir şeydə məni geri atdı. Efirdə də, həyatda da, necə deyim belə. Yəni ki... Niyə elədi onu? Nə var idi ki? Səbəb nə idi? Səbəbimi bilmirəm, valla. Öz maniləri çox idi. Ya məni qabağa atdı, necə deyərlər, bir... Üzr istəyirəm ifadəmi, yem kimi məni irəli verdi, özü gizləndi. Bəlkə də öz məşğuliyyətlərinə görə, nəyəsə görə belə. Yəni ki, məni 10 il unutturdu adam. Bəlkə də indi, şükür Allah, hər şey yaxşıdır. İndi o adam haradadır? Azərbaycanda. Bildim ya, Azərbaycandadır. Haradadır? Evində yaşayır. Fəaliyyəti bəs? Fəaliyyəti elə. Xanımdır, bəydir. Yox, bəydir. Bəydir. Ümumiyyətcə bir... Heç vaxt da danışmaq istəmirəm. Məni bu dəqiqə heç nə maraqlandırmır. Bir dənə öz uşağım, ailəm, evim və salam. Yəni ki, amma geri atmağını... Axı isti bir münasibətiniz var idi. Olub keçib. Bildim, İş münasibəti, ailə yox. Yox, bilirəm, iş münasibətimiz olub, prosto onun yanında olmuşam. Meydan müəllim, Tumenə gəlmişdi, Tumen şəhərində, biz görüşmüşük Meydan müəllimlə də. İstəyirəm sözü dəyişim, o adam haqqında danışmaq istəmirəm. Eyni sənətin adamı yoxdur, prosto nə bilim, istəmədi mən irəliləyim. Gəl onun adını açıqlayaq. Çox manəçilik törətdim. Gəl onun adını açıqlayaq. Yox, vallahi yox, ona reklam olar. Mən ikinci verilişdi ki, o insan adını deyiblər, çəkmirəm, istəmirəm. Rəngiz xanım bilmirəm kimi deyir, ancaq mən oraya dəvət almışdım, düzü, Daşkın qardaşımı salamlayıram buradan. Gitdim ilə orada gördüm Tümen şəhərində, Rəngiz xanım orada, çox isti münasibət. Mənim üçün də xoş oldu ki, belə xanımla orada tanış oldum. Amma bu 10 il az müddət deyil də, 10 il. Nədir Eyşən? Mənim kofemdə. Nədir o ki o? Mənim. Hə, qəhvə gətirmişsən. Sən də mən əsəbləşirəm, arada banan ye də. Sınıqı belə. Banan, göz lambalı qaçışdı. Vitamin C vurdur özünə. Soyana qədər söhbəti təbii ki, açıqlamaq istəmirsən. Amma mən üçün qalmaqalda deyil, heç nə deyil. Ümumiyyətcə bir şeyin əgər olmasını Allah istəyirsə, onu bəndə sadəcə gecikdirə bilir. Onsuz da axır əvvəl olur. Sadəcə xanımın vaxtı zamanı gedib gecikdiribdir. Allah ol deyərsə olur, bəndə sadəcə onu müvəqqəti gecikdirir. Yaxşı canım, mahnıların... Amma yol məsələsində, bir dənə üzr istəyirəm, yol məsələsində bu iki cür insanlar var. Bir insanlar var ki, yol haradan gedir, hara qədər gedirsə, ora qədər qani olur, gedir, ya oradan dayanır, ya geri qayıdır. Qani olursa, üzr istəyirəm, Rüfət müəllim, adam da var ki, gedir, görür ki, yol qutardı və o yolu açır, özü üçün yol açır, əziyyət çəkir, zəhmət çəkir, özü üçün yol açır. Ümumiyyətcə, söhbət, Rüfət müəllim, mən sizə bir şey deyim, söhbət bəydən gedirsə, bəy heç vaxt xanımı yarı yolda qoymaz.
Bəli, Bir bunu xanımın görə mənə də əlindən biraz tutsa, təsir edir o sözlər. ondan bəli. axıra kimi də irəliləməlidir də. Yəni Yaxşı, canım, Bəli. elə bir yol gedirdin. O yolla addımlayırdın. aha. Kim kimin əlini buraxdı? Kim kimin əlini buraxdı? Mən istəmədim. Amma mahnıların əksəriyyətində sözlər ki var, birbaşa ünvanlıdır. İndi mən bir şey qeyd edim ki, mənim ifa etdiyim mahnıların heç birinin mənə aidiyyatı yoxdur. İnşallah özümə söz vermişəm ki, elə bir mahnım olsun ki, o mənim özümlə bağlı olsun. Amma hələ ki elə bir mahnım yoxdur ki, onu mən özümə həsr eləyim, özüm üçün oxuyum. Yəni bu mahnılar Heç bir sadəcə oxuyursan. mahnılarımda özümü görmürəm. Xeyr, sadəcə oxuyuram. Amma oxuyan kimdə dəbə düşür ha. Hə, bu Elə bir ki, elə birbaşa elə sənin ölçündədir. Bilsiz, insan bu həyatda nə istədiyini bilməlidir. Bir də ki, hər şeyi, necə deyim, məsəl çəkimdə mənə elə mahnı göndərirlər ki, Canan xanım, bu mahnı partlayacaq, bu mahnı çox qəşəng mahnıdır. Baxıram ki, mahnı çox gözəl mahnıdır, həqiqətən də trendli mahnıdır. Amma mən onu, yox, mən onu o cür çatdıra bilməyəcəm. Deyirəm ki, məsələn, bu filan müğənniyə göndərsəz daha yaxşı olar da, məsəl üçün o bacarar. Acgöz olmaq lazım deyil də, yəni. Acgözlük insanı sonda tək qoyur. Az istəyən çoxdan, çox istəyən azdan da olur. Acgöz olmaq lazım deyil. Olmaq lazım deyil, elə istəyəndə bitkiyə tikə, elə bizcə tikə ki, istə ki, onda yerinə geçsin. Amma Gülzar Bədirxanova, eşidirsən, bilirsən, bayaqdan danışırıq ki, yubatma, mani olma. Neçə il oldu bu maniçilik səndə? Çox. Etmə, eləmə, olmaz. Və istər-istəməz bir də baxdın ki, uzaqlaşmısan, əməlli başlı. Mənim qadağalarım bu sənətdə demək olar dəstək olan olmayıb, ancaq qadağam. Qardaşım, rəhmətli, atam, Allah sonra rəhmət həyat yoldaşım, sonra evladlarım. Evladların da hətta dedilər ki, Çox. davam eləmə. Davam eləyib, o qədər ki, sərhəd qoydular qadağa. Yəni, bu sənətdə olmaz, necə deyim, gərək çatdıra bilməm fikrimi. Qadağa ki, oldu bir şey ki, sevmir də, qürurmu deyim, nə bilim. Səddi sevmir. Hə, sərhəddi sevmir də, gərək. Çünki baxırıq da, bütün sosial şəbəkələrdə ancaq insanlar onlara dəyər verir, onları vallahi sevirlər. Birinə baxış sayartı deyirlər ki, mən populyyaram, mən populyyaram, məndən yoxdur. Yox, kimləri çox sevirlər, ən çox. Siz bildiniz mən kimlər deyir. Yox, bu tamaşaçılar da bilsin sən kimi deyirsən. Yox, kimlər Neynəmək kimlər ən lazım çox ki, məclislərdədir, demək ki, onlar tələbat çoxdur. Ən çox məclisləri kimdir bütün, yəni kimlərdir daha doğrusu? Kimlərdir? Elə onlar Mən niyyət çəkim axı, başıma cəngəl açmaq istəmirəm. Bir ildən sonra dəyişiləcək. Olmayacaq müəllim, bizdə aşağı vallahi elə gedə-gedə arta-arta da gedir. Olmur. Mən hələlik o köhnə trend söhbəti var idi, YouTube-da trend. Bəli. O ab-hava qalıb, o atmosfer Deyirsən, indi qalıb. birdən- Elə gəlbə YouTube-dan çağırdılar. Ona görə də hər şey sizin əlinizdədir. Meydan müəllim, nə baş verir ümumiyyətlə? Baxın, bax, Gülzar dedi, müəyyən mənada dediyində, müəyyən mənada təbii ki, haqq var, haqq verirəm. Valla girib onlar kommentariyalarını oxuyanda Yəni, mən çünki qadınlığın bildim, otan bir bildim. içinə Nə girirəm. baş Amma onlar verdi? ondan fəxr Zövqünüzdən- edir. Tək zövqünüzdən baxış nə çox oldu? alsın, kommentariya Nə baş çox verdi? Məclislərə getsin. Zövqümüzü deyə bilmərəm. İnsanların, yəni, deyim ki, insanlar belə sənətlə ya şeylərlə insanlara həqiqəti aşılayıb populyar oldular, yox. İnsanlar adətən o şeytani hissləri aşılayaraq, insanları aldadaraq populyar oldular. Aldadaraq. Aldadaraq. Yeridirlər şuuraltı. Aldadaraq. Səhifələrə paylaşaraq, Hə, düzgündür, paylaşaraq. Burada aldadaraq. başqa şey yoxdur, Baxırsan ancaq o aldatmaqdır. çıxır qabağıma, onun Ona mahnısı görə də istər-istəməz. kaş elə o insanlar bilə ki, onların o pərdə arxası onların xarakterini bilərlər ki, bunlar əsas necə məsələ. insanlardır ki, biz bunları dəvət Bəli. edirik toya. Bizə mələk kimi göstərirlər özlərini. Ancaq ki, Bəli. mən açığı sizin verilişdən elə belə o sözü ortaya deyirəm. 2 dənə, məsələn, burada 2-3 dəfə olubdur burada. İki gün qalmış.
Hələ bu bizim hələ öz həmkarlarımızla. 2 gün qalmış məni aldadıblar. Gülzar, niyə anlatmırsan? Meydan müəllimi niyə Hələ anlatmır? ki, mən Gülzar xanım demirəm. Yox, mən niyə anlatdım? Mən başqalarını deyirəm. Əməliyyat oldum. Mən başqalarını deyirəm. Axı sonra meydan müəllimə zəng ediblər ki, əməliyyat falan yoxdur. O başqa bir yüksək məbləğə toya gedir. Yox, ola bilməz. Yəni hələ mən bunu demirəm, başqalarını deyirəm. Yox, mən başqalarını deyirəm. Bunu deyən adam planlaşdırırsan ki, tutaq ki, bir həftə də qabaq demək olur da bu işi. Mən Gülzar xanımı demirəm, başqalarını deyirəm. Mənə zəng eliblər, mesaj yazıblar özdə ki, bəs mənə toy demişdilər. Bir gün qalıbdı mənim, nə bilim, işim alınır. Olmaz. Olmaz. Necə deyərlər, qızım sənə deyirəm, gəlinim sənə eşit. İndi gör, mən onları bildirəm, mən nə qədər etimadımı doğrultmadıqlarına görə mən etibarlarını itirirlər. Mən ikinci dəfə onlara müraciət eləməyə də özüm də narahat qalaram ki, məni aldadacaqlar. Elə söz düşmüşkən mən bir şeyi açıqlamaq istəyirəm, əgər bir söz imkan varsa. Mənim çoxdan yazdığım bir Dərələyəz mahnım var. Qərbi Azərbaycanın Dərələyəz bölgəsinə ait yazdığım mahnı. Zəmxarə üstə bir mahnıdır. Onu bu son vaxtlar götürüblər. O toyda bir qız oynatdılar. Bu toyda bir qız Sərxan adlı oğlan oxuyur. Yəni dəqiq bilmirəm, neçə nəfərlər oxuyub. Heç olmasa bir balaca biraz mədəniyyətiniz olsun. Heç olmasa o torpağa, o müqəddəs torpağa yazılmış bir mahnını, mən indi orasını demirəm, mahnı müqəddəsdir. Sadəcə olaraq heç olmasa bir deyərdiniz, mənə bir deyərdiniz ki, bu mahnının sözlərini dəyişirik. Sən yoxsa götür bunu, canımsan, qanımsan, ey Dərələyəz, ana torpağımsan, ey Dərələyəz, o toyda bir qız oynatdılar, bu toyda da bir melodiyası var, sözlər dəyişirik. Yəni ayıbdır axı. Heç olmasa məndən icazə alın da, mənə deyin, mən bəlkə icazə verdim elə. Yox, Meydan müəllimin ürəyi heç icazə da vermirəm. Əgər desəydilər, icazə veriləcəkdi. Onun bir də üzr istəyirəm, Sabir Tərbiyərdioğlu, Allah rəhmət eləsin, o mənə dedi, ideyanı verdi, sözlərini yazdı. Mən də onu əziyyət çəkib onu ərsəyə gətirdik. Xahiş edirəm, belə şeylərdə biraz ciddi olun, biraz üçün məsuliyyətiniz olsun, mədəniyyətiniz olsun. Ayıbdır. Mən şəxsən bunu heç cürə qəbul edə bilmirəm. Meydan müəllim mən birinci dəfə bax bu cür görürəm, çünki Meydan müəllim o qədər həlim xasiyyətlidir, gözəl xasiyyətlidir, amma adamı hədəqədən çıxartmaq olmaz. Və demək, xahiş edirəm, qoy ürəyimdə qalmasın. Mən 3 dənə mahnı oxumuşam cəmisi həmkarlarımızın mahnısı. Mətənə İskəndərdən, Ruslan Səfəroğlu'nun Mənim adım Eşq, Kölgəm qədər yaxınsa Niyaməddin Musayevdən, Xumar xanımdan da Dustaq Bidəsiver oldu. Üçündən də mən zəng eləyib, zəng eləmişəm ki, onlar da mənə deyiblər ki, sənə qurbandır Meydan. Elə o qurban sözü mənim üçün bəsdir. Təşəkkür edirəm buradan hər birinə. Var olsunlar və hər halda nəsə elə eləyirlərsə də, heç olmasa bağışda sözünü deməyi bazarsınlar. Heç olmasa bir kəlmə desinlər ki, da oldu da bu zülmü sənə elədim, da bu itin zülmü çəkdirdim sənə, amma olmaz. Məsələn, adamı nə çəkir burada, adamın olmaz axı. Odur ki, bağışda demək lazımdır. Rüfət Nasoslu kimi. Bağışda ömrüm bağışda, səni gözlətdim yağışda. Bağışda əzizim bağışda, səni gözlətdim yağışda. Bağışda ay dəli sevgilim, anazlı qəmzəli sevgilim. Bu nəcür gözdür qaçdı belə, niyə qara gözlər yaşdı belə? Yağış yağıb islanmısan, göz yaşın axıb islanmısan. Getmə dayan bir dəqiqə olar, sənə bir kəlmə sözüm var. Bağışda ürəyim bağışda, səni gözlətdim yağışda. Bağışda ürəyim bağışda, səni gözlətdim yağışda. Bağışda əzizim bağışda, səni gözlətdim yağışda. Bağışda nə olar bağışda, səni gözlətdim yağışda. Ya küsmüsən ya da incimisən, eybi o sevgidi belə də olar. Öpüm alnından gəl barışaq,
Sen necə istəsən elə də olar. Küsmə tut əlimi başına dönür. Küsməyin verəcək bada məni. Mən bu cür davam edə bilmərəm. Ya gəl vur öldür ya da məni. Bağışla ürəyim bağışla, səni gözlətdim yağışda. Bağışla ürəyim bağışla, səni gözlətdim yağışda. Bağışla əzizim bağışla, səni gözlətdim yağışda. Bağışla nə olar bağışla, səni gözlətdim yağışda. Bağışla ömrüm bağışla, səni gözlətdim yağışda. Bağışla əzizim bağışla, səni gözlətdim yağışda. Bağışla ömrüm bağışla, səni gözlətdim yağışda. Bağışla ürəyim bağışla, səni gözlətdim yağışda. Onun sevilən mahnılarından biri səsləndi. Təşəkkürlər, var ol və biz bir nəfər var onunla əlaqə saxlamağa çalışırıq. Biz xanımın növbəti bir ifasını dinləyək, daha sonra davam edəcəyik. Buyurun. Sonra həyəcanlanarsınız, oxuya bilməzsiniz, ona görə deyirəm. Buyurun, buyurun. Söz sizdə. Gözlerim yollardadır, bahçalı bağlardadır. Xəyalım dağlardadır, bizə gəl ay sonan bizə, tez gəl ay sonan bizə. Gözlerim yollardadır, bahçalı bağlardadır. Xəyalım dağlardadır, bizə gəl ay sonan
Teşekkürler. Bir papuri səsləndi və bu papuridən dərhal sonra təbii ki, zəng eləyəcəyik. Zəng eləyirik. Çal, mənə baxıb deyirsəniz, zəng edici. Nə Ürək olsun? qalmadı Hala məndə. divara baxım deyir. Yox, mənə baxıb deyirsən, mən də şübhələnirəm, istəmirəm. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir, hər vaxtınız. Canlı yayımdayam. Sərxan, Mikaildir. Bəli, əziz qardaşım, buyurun, müşahidə sən nə var? Sağ ol, var olasan. Və qonaqlarımız var və təbii ki, inşallah səninlə də görüşəcəyik biz efirdə. Biraz bundan qabaq Meydan müəllim bir söz söylədi. Dedi ki, mən çox, belə deyək, incinmişəm bu məsələyə görə ki, bir çoxları və bu Sərxanın ifası ilə necədir sənin o mahnın? Bir qız oynatdılar, necə? O mahnını sən ifa eləmsən də. Birinci, onu mənim gözəl qardaşım Xəlil Qaracov ifa edib. Sonra 1-2-3 nəfər var ki, onlar da ifa ediblər. Sonra mənim ifamda daha çox sevildi o mahnı. Yaxşı, bilirdiniz ki, həmin mahnının melodiyası Meydan Əskərova aiddir və Dərə Ləyəzə aid bir melodiyadır. Sadəcə sözləri dəyişilib. Yox, əziz qardaşım, onu bilmirdim. Yəni onu bilmirdim. Hətta mən onu paylaşanda Xəlil xeyirli olsun yazmışdı. Deməli Xəlilindir. O Xəlil Bəli, mən onu Xəlilin ifası kimi. Bildim. Ünvan yanlış imiş. Bir dəqiqə aləmi qataram deyirəm. Bir dəqiqə Xəlilə zəng eləyərəm. Oldu. Sağ ol. Mən Meydan müəllimin sənətinə böyük hörmətim var. Sağ ol qardaş, var ol. Çox sağ ol. Əgər elə bir şeydirsə, mən çox üzr istəyirəm. Yəni mənim əgər səhvim olan bir yerdə üzr istəməyə mənim haqqım var. Adını sadəcə YouTube-da qeyd eləyərsiniz. Mən olmaqları sevirəm. Teşekkürler. Var orada qonaqların hamısına salamlayıram. Çox sağ ol qardaş, sağ ol, var ol, minnətdarım. Sağ ol, sağ ol. Bəli, və indi isə reklamlar olacaq. Reklamlardan dərhal sonra mən istəyirəm ki, Güzar, hələ bu da azdır sənə. Sən bilirsən də nə demək istəyirəm, hə? Odur ki, reklamlardan sonra biləcəklər tamaşaçılarımızda nə demək istəyirəm, reklamlar. Yarım qalan arzular, ölüb gedən duyğular, hər birinin səbəbkarı sənsən. Yanaqlarda göz yaşım, dərddən ağarmış başım, hər birinin səbəbkarı sənsən. Yarım qalan arzular, ölüb gedən duyğular, hər birinin səbəbkarı sənsən. Yanaqlarda göz yaşım, dərddən ağarmış başım, hər birinin səbəbkarı sənsən. Dərd gecələr bilir mənim halımı, necə sevirəm hələ də həmin zalımı. Mən nə xəyallar etmişdim onunla, ürəyimdə qoydu arzularımı. Dərd gecələr bilir mənim halımı, necə sevirəm hələ də həmin zalımı. Mən nə xəyallar etmişdim onunla, ürəyimdə qoydu arzularımı. Hayatım, kendi dəqiqə saatım, gel daha dözmür ürəyim sənsiz. Sənsiz hər an mənə, zülümdür hər yan mənə, gel daha dözmür ürəyim sənsiz. Sən gedəndən həyatım, kendi dəqiqə saatım, gel daha dözmür ürəyim sənsiz. Sənsiz hər an mənə, zülümdür hər yan mənə, gel daha dözmür ürəyim sənsiz. Dərd gecələr bilir mənim halımı, necə sevirəm hələ də həmin zalımı. Mən nə xəyallar etmişdim onunla, ürəyimdə qoydu arzularımı. Dərd gecələr bilir mənim halımı, necə sevirəm hələ də həmin zalımı. Mən nə xəyallar etmişdim onunla, ürəyimdə qoydu arzularımı.
de həmin zalımı. Mən nə xəyallar etmişdim onunla. Yüreğimde koydu arzularımı. Tek geceler bilir benim halımı. Nece sevirem hele de həmin zalımı. Ben ne hayallar etmiştim onunla. Yüreğimde koydu arzularımı. Vaxtın xeyir olsun Xəlil Qaraçöp söyləyirik. Hər vaxtınız xeyir olsun qardaş. Efirdəsən, canlı efirdən salamlayırıq qonaqlarımızla bərabər və çox tez-tez söyləyəcəm ki, cavabı da tez alaq, çünki vaxtımız çox azdır. Meydan Əsgərovun mahnısını artıq bu ikinci dəfədir ki, sən mənim dostumsan, dəyərli qardaşımsan, amma bu ikinci mahnıdır ki, Meydan müəllimin sözünü mən söyləyirəm ki, Meydan Əsgərov qonağımızdır. Deyir bundan ikinci dəfədir ki, Xəlil mənim mahnılarımı götürür, sözlərini dəyişir, öz adına çıxardır, YouTube-a yükləyir, ondan milyonlar qazanmasa da amma pul qazanır. Mən də qazanmıram. Və Meydan müəllim də qazanmır. Əvvəlcə Meydan müəllimdən salamlayıram, hər kəs salamlayıram, qonaqlarınızı da salamlayıram. Mən Qaraçöpdən salamlayıram sizə. Eşq olsun Qaraçöpə. Yoxsa o mahnı ilə o mahnı oxşamır axı yəni. Yox, o Dərələyəz mahnısıdır, bu toyda bir qız oynatdılar. Sözlərin dəyişmisən, oxumusan. Və Meydan müəllim deyir ki, mənə əgər desəydi, mən icazə verərdim. Sadəcə deyir, mən... İnanın ki, heç o mahnı axılımda olmaya, mən onu Qəmərin mahnısından sonra axılıma gəlib o avazla oxumuşam. Əridim, töküldüm, əstim, titrədim, elə bil sinəmdə. Nə bilim, indi bu mahnıya oxşuyur, çox mahnılar bir-birinə oxşuyur. Nə var ki, indi orada? Qəmərimdən oxşar deyil axı mahnı. Deyir, oxşar deyir axı Qəmərimə. Hələ mikrofon zəhmət olması verim, oxunluq. Yox, Qəmərimdən sonra oxumuşam, dedim bir ritim. Yəni, toyda bədahətən oxumuşam onu yəni. Yaxşı. O sözdə Zəlmuxan Yaqubun sözü, Allah rəhmət eləsin. Bədahətən oxudum, o bir musiqi kimi, bir mahnı kimi. Yəni, alındı elə bir şey. Yaxşı, o birinci mahnı nə idi Meydan müəllim? Ana mahnısı, ana mahnısı. Ana mahnısını da götürmüsən, analar ağlar qoymuşsan. Ana mahnısı hansıdır, Qurban? Ana mahnısı vallahi saat 2-nin yarısı. 2-nin yarısı. Meydan müəllim, hansı ana mahnısı? Mənim 2 dənə ana haqqında mahnı yazmışam. İndi ola bilər mən biraz salam Xəlil. Ola bilər fikirlərimi dəqiqləşdirəmərəm. Bəlkə də ana mahnısı deyil, başqa bir mahnıdır. Bir mahnım var ki, əziz anam, gözəl anam, ömür boyu mənə yanan. Onu Fəxiyə vermişdim, Fəxi də oxumuşdu onu. O sizin... Mən onu İranlı oğlandan... Qardaş, İranlı deyəndə İranlılar da mənim mahnımı oxuyurlar da. Bu yazıq da deyəndə bu qardaş Əflatunla mənim elə başımıza həmişə belə oyunlar gəlir. Ona görə ki, həmişə... Hə, bəli. Vətənlərimizə salamlar olsun, Qaraçöpə eşq olsun deyirik və davam edirik, Xəlili dəvət edəcəm. Xahiş edirəm bir dənə qoy o mahnıdan bir dənə oxuyum, qoy heç olmasa bilsinlər ki, bu mahnı belədir. Rey verir. Xəlil, qulaq as. Bir mikrofon ver. Bu mikrofon. Digər mikrofon. Gel. Canımsan, qanımsan, ey dərələyəz. Ana torpağımsan, ey dərələyəz. Canımsan, qanımsan, ey dərələyəz. Ana torpağımsan, ey dərələyəz. Həsrəti çəkdim ana vətənim, beşiyim üstündə layla deyənim. Həsrəti çəkdim
Ürəyi ay canı dağlar. Burada bir el var idi. Burada bir el var idi. Siz değil hanı dağlar. Aman aman aman. Hey canımsa kanımsa ey deleleye. Ana torpağımsan ey deleleye. Canımsan kanımsan ey deleleye. Ana torpağımsan ey deleleye. Yavaş yeri, yavaş. Yani burada biraz melodiyada oxşarlıq var, amma... O indi şur istədi bu zəmpər. Bəli, bəli. İndi mən o xırdalıqları bilmirəm. Meydan Əsgərovun sözündə də həqiqət var. İstəyirəm, amma üzbə surət elə Xəlil Qarasöv də bura gələndə, mənim tez-tez onsuz da Azərbaycanda olanda qonağım olur. Ara verməyəcəyik. Cananı dinləyəcəyik. Cananı dinləyəndən sonra nələr olacaq biləcəyik. Bəli, bəli, bəli. Ayrı düşmək də qovuşmaq da olar, eşqin yolunda alışmaq da olar, küsmək də olar, barışmaq da olar. Hər sevənlərdə bu söz söhbət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Məst edir insanı eşqin ətri, sevən insanın bilinmir qədri. Öz canından çox istədiyin biri sənə yox özgə birinə qismət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Elə bil həyatda qəsdində durur, yalan hər insanı bezdirir, yorur. Sevdiyin zərbələr ürəyinə vurur, işıqlı dünya sənə zülmət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. Sevdiyindən ayrılma əziyyət olur, o da bir müddət olur. Darıxmağında gizli xəlvət olur, o da bir müddət olur. O da bir müddət olur. Cananın sevilən mahnılarındandır. Özü də bilir ki, bu mahnını mən xüsusi çox istəyirəm. Artıq 1 milyon keçmişik 15 günə. Maşallah. Maşallah olsun. Maşallah. Və belə deyək də, sevilən mahnılar olanda, illa ki də o mahnıları təqdim eləyəndən çox şey asılıdır. Məhz bu günləri əbəs yerə deyil ki, bizim o el şənliklərində bir çox silsiləli şəkildə saymaq olar Meydan Əsgərovun mahnıları və mən haqq verirəm Meydan müəllimə ki, həqiqətən bugün əgər Meydan müəllimə istər Xəlil Qarasöv, istər Sərxan, istər digərləri də zəng eləsəydilər, anında Meydan müəllimin bir cavabı olacaqdır ki, buyur, halal xoşun olsun. Amma hər halda zəng eləmək lazımdır.
maraqlanmaq lazımdır ki, bu mahnının kökü nədir? Mən istəyirəm ki, vaxtımız var da, var vaxtımız. Deyirəm bəlkə, var vaxtımız. Bəli, deyirəm bir canlı ifalar eləyək. Bəlkə eləyək Rühəngiz. Olsun da bir canlı ilə. Başlayaq uşaqlar. Gülzar, buyuraq. Rey. Buyurun, vaxtımız gedir. Ben de biraz Bizim... Buyurun. Size ilk eşkimi şahidi dağlar, ey şahidi dağlar, etirli bahçalar, çiçekli çiçekli bağlar, deyin hardadır, deyin hardadır, o yüzü
sensin, biri sensen, biri ben ya. Boşa sürümü titremezsin, biri sen, biri ben ya. Bir Allah'ın iki yüzü, biri sen ya. Boşa sürümü titremezsin, biri sen, biri ben ya. Bir Allah'ın iki yüzü, biri sen ya. Biri sen ya. Biri sen ya. Teşekkür ederim. Bəli, dəyərli tamaşaçılar, reklam fasiləsi oldu. Canlı ifalarla keçid aldıq reklam fasiləsinə. Bugün bir təbrikimiz var. Hansı ki, bax, bugün olduğu kimi bizim dəyərli dostlarımız, musiqisi dostlarımız əyləşiblər. Bizim hər zamanda bir sinsator ifaçımız var. Rəşadın bugün atası Elşad müəllimin 50 illik yubileyidir. Mən münasibətlə Fərahimin adından, dostlarımızın adından, elə bax, burada əyləşən musiqiçilərin, qonaqların adından Elşad müəllimi təbrik edirik. 50 yaşınız mübarək olsun söyləyirik. Rəşad, var olasan söyləyirəm. Çünki Rəşad da çox mədəni bir oğlandır, mədəni bir evladdır. Rəşadın toyuna gələk inşallah. İnşallah. Elşad müəllim, vaxt keçir, zaman keçir. Odur ki, bütün ad günü olanları təbrik eləyirik və bugün dəvət etdiyim qonaqların hər birinə təşəkkürümü bildirirəm. Başda Meydan müəllim olmaqla, Rüfət qardaşım var olsun. Gülzar illərdir biz bir-birimizi tanıyırıq. Artıq belə deyək də, onun hər ərsəyə gətirdiyi bir mahnı olanda zəng edir mənə, verişə gəlir. İlk dəfə idi Rəhəngiz xanımla verişdə görüşürdük. Bir daha bu 10 il məsafə, fasilə olmasın. Canan əslində, belə deyək də, bugün sazla, sözlə gəlməsə də gözəl musiqilərlə gəlmişdi. Odur ki, bizim aramıza heç nə girə bilməz, heç nə ola bilməz. Hər şey yaxşıdır. Bir ətlə dırnaq arasına girən... Bəli, o məsələ. Odur ki, heç nə yoxdur, hər şey gözəldir, sual verirlər ki, belə bir mahnınız səslənəcək sizin. Özdə mahnının adı Dur Gedəkdir. Həqiqətən deyirəm, məqamsız durub getmək... ki, biz verilişimizə davam edirik. Meydan müəllimin söylədiyim kimi bir mahnısı olacaq, amma bizim sabah da verilişimiz olacaq. Demək ki, hər birimiz baxmışıq Qurtlar Vadisi serialına. Yox, Qurtlar Vadisi serialının o qəhrəmanı ki var, İskəndər obrazında, Musa Uzunlar. Bilirsiniz ki, Türkiyədə də hər verilişə çıxan deyil. Yəni, hələm-hələm verilişə çıxan deyil. Odur ki, sabahları da verilişimiz olacaq və sabahları Türkiyənin tanınmış müğənnisi Musa Uzunlar bizim verilişdə olmayacaq, çünki verilişlərə çıxmır. Amma digər qonaqlarımız var. Həm də Sezen Aksu da olmayacaq. Olmur da, qardaş, gəlmirlər. Amma başqa qonaqlarımızla sizi salamlayacağıq. Odur ki, izləməyə dəyər. Meydan Əskərov. Dur, gedək. Hara gedirsiniz? Yaxşı, dur gedək. Dağların qoynunda çıxıb gəzərdi, Lalesin, Nərgizin sənlə üzərdi. Bu bahar yenə də görüşə gəldi. Deyirsən bu sevgi necə olacaq?
Yüreğim sirdaşım canım ol benim, ömür gün yoldaşım dostum ol benim. Seninle hayatım özel olacak, sana söz veririm güzel olacak. Dur gide yarım ol benim, yüreğim sirdaşım canım ol benim, ömür gün yoldaşım dostum ol benim. Seninle hayatım özel olacak, sana söz veririm güzel olacak. Dur gide yarım ol benim, yüreğim sirdaşım canım ol benim, ömür gün yoldaşım dostum ol benim. Seninle hayatım özel olacak.